Oyun oynamağı sevirsən, amma oyunun ən maraqlı yerinə gələn o reklamlar hamını bezdirir. Tək oyun yox, proqramlarda gələn o bezdirici reklamları necə dayandıra bilərsə insanı göstərəcəm. Video axırı kimi bax, reklamlardan canını qurtar. Telefonun əgər Samsungsa parametrlərə daxil ol, aşağıda Modes and Routines, burada ən aşağıda ortada prosedurlar, yuxarıda sağda plus işarəsinə bas. Əgərin altındakı plus işarəsinə basırıq yenə, axtarış yerinə yazırıq program. Program yazılanda çıxan ilk birinciyə daxil ol. Burada seçəcəyin oyuna və ya proqrama diqqət elə. Əgər onların internet çıxışı vacibdirsə, buradan bağlasan, sən sonra həmin o oyunu və proqramı işlədə bilməyəcəksən. Diqqət et ki, həmin o proqram və oyunun internet çıxışı vacib olmasın. Burada məsəl üçün mənim Candy Crush'ın interneti vacib deyil. Onsuz oyun internetsiz də işləyir və reklamların gəlməsini istəmirəm. Ona görə bunu seçdim. Hazıra bastım. Siz istədiyinizi seçə bilərsiniz. Seçəndən sonra ən aşağı sonradan sonraki plus işarəsinə basırıq. Buradan axtarış yerinə Wi-Fi, bağlantılarda Wi-Fi, yanılı yox, söndürə seçirik. Hazıra basırıq. Əgər datada istəyirsinizsə ki, megabaytda qoşulu olan vəziyyətdə də internetə çıxışı olmasın, hər əlavətə basırıq. Axtarış yerinə yazırıq mobil. Mobil tarifə girəndən sonra burada yanılı yox, söndürə basırıq. Seçib hazır edildikdən sonra saxla deyirik. Burada həmin seçəcəyiniz yaddaşına uyğun öz ad təyin edin, proqramın ikonunu təyin edin və rəngini. Bitəndən sonra hazıra basın və hazırdır. Seçdiyiniz oyun və proqram artıq internet çıxışı olmadan rahat istifadə edə bilərsiniz.